Var Bərdə. 500 kilometrlik Bakı-Qazax yolunu hər gün gedib gələn Namiq Səfərov deyir ki, hələ ki hökumətin qiymət artımının faizini öz ciblərindən ödəyirlər. Qazanc kimi evinə, ailəsinə aparacağı puldan 30 manat kəsib yanacağa verməklə. Şofer adamlar yəni yoxdur da, verə bilmir. Marş da alanmıysan, yoxdur. Kireçdir demək olar ziyanadır. 50 manat, 60 manat az diyor da buradan gedib gəlmək. 60 manat 2 dənə şoverin puludur. 2 dənə şoverin əmək haqqısı da 60 manat. Hər özü 30 manat verirlər, bu başa. Keyif gəlirik. 30 manatı kimsə maşın sürər, məcbur 30 manata maşın sürür. Maşın sürürsən, o da elə bil, mən onun cibinə girdim. Yoxdur, verəmir. Verəmir, o da verəmir, o da deyir ki, gəlməyin daha. Həmkarların söylədiklərini əlavə etməyə bir söz tapmayan digər bir sürücü zarafat əl atır. Azərbaycan bu baş uzalığıdır. Yəni qardaş budur ki, yəni indi yox, hər şeyin öz yeri var. Yəni indi bu işə baxılmaz. Yəni indi fəhliyə elədi, fəhliyə. Hə, yəni indi kasıb elədi. Kasıb, yəni ziyan kasıb olur. Gedib gələn fəhlədir. Ürəkləri dolu olan sürücülər təkcə yanacaq bağlaşmasından deyir, onlardan adam başı yeri gəldi, gəlmədi alınan pulları sadalayırlar. Sonra da vağzal bilet satırsa adamın faizini çıxır. Faizini. Nə qədər məsələn 45 nəfər doldusa? Vallahi 50-60 manat hazır elə oraya gedir. Sonra başqa nə var? Məsəl üçün bu avtovağzalın həyətinə girmək, çıxmaq. Ha, o da qapısı var, girəcək qapısı. Orada nə qədər alırlar? Nə bilim vallahi 3 manat biridir, 3-4 manat biridir, 1-2 manat stayanka puludur. Sonra başqa nələrdəsə var desə, müqavilə falan, aylıq da aylıq, o harca bir 500 manat çıxır. Onu hara ödəyirsiniz? Onu da departament. Rayonlara gedən iri tutumlu avtobus sürücülərlə söhbəti bitirib avtovağzalın qarşısında müştəri uğrunda mübarizə aparan taksi sürücülərinə yaxınlaşıram. Kimisi 2, kimisi 3 gün əvvəl rayondan gəldiyini, geri qayıtmağa müştəri tapmadığını deyir. Ara-sıra gözə dəyən müştərilərin üstünə qaçan sürücülərin səs-küyündən qulaq tutulur. Kimi gənciyə 3 nəfər, şəkkiyə 2 nəfər deyə qışqıra-qışqıra avtomobildən düşən müştərinin üstünə cumur. Qardaş, benzin qalxandan belə işləyə bilmir, cəmaat pul vermir. Qiymətləri qaldırmamışsınız? Xeyli qiymət qaldırmamışıq, cəmaat uyğunsuz görəsən, baxaçıq, nəticə gəlmirlər. 10 manatla, 12 manatla gedirdi, indi 20 manatla gedir. İki qat gəlmir. Apar gətir istəyəndə dilənir, apar gətirməyin yeri var, dilənmək. Nə vaxtdan oldu belə? Bu benzinlər qalxadan laf dilənir. Nə qədər təsirli sizin qazancınıza? Qazancımız olub ki, bizdə elə belə idi. Yəni belə də haradasa bir 14-15 Hamıya ziyan edir. Hər şeylə qalxacaq. 3 günlərlə, 5 günlərlə burada yaxşı. Vəziyyət pis, nətər olasıdır? Niyə pisdir? Həftəni bitirmişəm abla, mən yaşlı adam. Yəni deyirəm, benzin bu qədər qalxırsa, yaşlıların da yaşının 70 yaş eləyəsin benzinə. Hamı qırılıb qutarsın. Vəssalam. Dekabr ikisində Tarif Şurasının qərarı ilə Azərbaycanda avtomobil yanacağının pərakəndə satış qiyməti 33%-ə qədər bahalaşıb. Qiymət artımını bir neçə iqtisadi amillə bağlayan rəsmilər hazırki iqtisadi şəraitdə bunun qaçılmaz olduğunu bildirirlər. Ekspertlər isə uzaqbaşı gələn ilin yanvarın 15-nə qədər ikinci bahalaşma dalğasının gələcəyini söyləyirlər. Bu evdə görmürlər. Kimi nə oldu, alınmadı? Yox, alınmadı. Hara gedirlər? Soruşdunuz.